Salam əziz izləyicilərimiz. Biz bugün Çalayan rayon Daykənd kəndində ziyalı bir müəllimimizin evində qonağıq. Xoş gördük müəllim sizi. Hoş gelmişsiniz, hoş gördük. Çox sağ olun. Mənim adınız, soyadınız? Əsgərov Etibar Salihoğlu. Və neçənci ildə anadan olmusunuz? 1957-ci il 14 fevral. Mənim hansı ali məktəb bitirmisiniz, hansı ixtisas üzrə dərs demisiniz? Mən 1978-ci ildə o vaxtki Leylin adına APN Riyaziyyat Fakültəsini bitirmişim. Çox gözəl, elmlərin şahı olan riyaziyyat dərsini demisiniz. Müəllimlik fəaliyyətinizə neçənci ildə başlamısınız? Elə institutu bitirən kimi 78-ci ildən təyinatla qonşu Şorsulu kənd orta məktəbində fəaliyyətə başlamışam. Növbəti ildən isə öz kəndimizə dəvət almışam və 48 il fasiləsiz, bəli, fasiləsiz bu məktəbdə işləmişəm. Fəxri adlarınız, mükafatlarınız olub? Rayon təşkilatları tərəfindən demək olar ki, o vaxtki gənc olan dövrdə Komsomoldan sonra isə Həmkarlar Təşkilatında uzun müddət məktəb Həmkarlar Təşkilatının sədri olmuşam və demək olar ki, işlədiyim bütün sahələrdə həmişə yəni təltiflərim olub, istər Komsomol, sonra Həmkarlar Təşkilatı tərəfindən, rayon təşkilatları tərəfindən həmişə mükafatlandırmış. Çox gözəl müəllim. Mən neçənci ildə təqaüdə çıxmısınız? Demək 22-ci ildə. 2020-ci ildə. Müəllimlik sizin üçün nə demək olub? Düzü çətin sualdır. Mən elə uşaq vaxtı mənə dəstəyən müəllimlərin o alicənablığının bizə keçdikləri o həyat dərsinə əsas götürərək elə arzum olub ki, mən də görəsən böyüyüb onlar kimi müəllim ola bilərəmmi? Yəni uşaqların tərbiyəçisi olmaq, yəni arzum olub. Nə gözəl ki, arzunuza da çatmışsınız. Neçə dənə şagird yetişdirmisiniz? Övladlarım da demək olar ki, bizim yolumuzu davam elətdiriblər. Çox gözəl. Üç qızım müəllimdir, bir oğlum iqtisadçıdır. Həyat yoldaşınızın adı, soyadı? Əsgərova Sevda Səməndər qızı. Çox gözəl. Mən bildiyimizə görə çox gözəl atasınız, babasınız. Neçə evladınız var? Adlarını deyərdiniz? 4 evladım var. Demək, böyük qızım Ləyaqət İngilis dili müəlliməsidir. Sonra ortancıl qızım Gülnar. O ibtidai sinif əlavə ibtidai siniflərdə rus dili müəlliməsi kimi təhsil alıb. Kiçik qızım tətbiqi riyaziyyatı qurtarıb. Sizin yolunuzda davam elətdir. Hal-hazırda mənim fəaliyyət göstərdiyim vaxtı ilə məktəbdə işləyir. Kiçiyi isə oğlumdur, Əsgərov Etibar oğlu, elə adıma tutaş qoyarım. O hazırda rayonda fövqəladadən bizim rayon şöbəsində maliyyə inspektoru vəzifəsində işləyir. Çox gözəl. Bəs neçə nəvəniz var? 10 nəvəm var, 5 qız, 5 oğlan nəvəm var. Nəvələrimdən 3-ü hal-hazırda ali təhsil alırlar. İkisi 2-ci kursda, biri isə 1-ci kurs tələbəsidir. Çox gözəl. Nəticə? Nəticə yox elə. İnşallah olar. Qismət olsa. Allahın iznilə. İndi biz sizi çəkdik. Allahın izi ilə işıqlandıracağıq. Buradan 10 il sonra, 5 il sonra, 2 il sonra sizə baxacaqlar nəvələriniz, nəticələriniz, inşallah. Övladlarınız. Onlara nə demək istəyirsiniz? Onlara demək istəyərdim ki, Allahın onlara bəxş elədiyi ömür payını elə mən deyərdim ki, valideynlərinə, yaxınlara, doğmalara layiqli övlad olsunlar.
bu vaxta qədər başımızı uza eləyiblər və bundan sonra da həmişə elə bu yolu davam elətdirsinlər. Çox gözəl müəllim. Müəllim, bəs öz dərs dediyiniz şagirdlərinizə nə demək istəyirsiniz? İndi inşallah sizə baxacaqlar. Şagirdlərimə də mən təkcə bilik, elm, riyaziyyat yox, həm də həyatda mövqe tutmaq, həyatda müəllimlərinə, onlara dərs deyən kollektivin rəğbətini qazanmaq, necə ki qazanıblar. Bundan sonra da həmişə xoş soraqlarını eşitməyimi arzu edirəm. Sizin yolunuzu davam elətdirənlərdən olub müəllim, şagirdlərinizdən? Var, hal-hazırda məktəbdə mənim elə demək olar ki, əksəri dərs dediyim şagirdlərimiz Var. bu günlərdə davam edirlər, fəaliyyət Çox gözəl. göstərirlər. Bu da sizin uğurlarınızdır. Fəaliyyət göstərirlər. Çox sağ olun. Mənim sağ olun, qapınızı bizə açdınız. Allah Sizə razı sağ olsun olun. sizdən. Biz sizə təşəkkür edirik. Xatirələrinizi bizimlə bölüşdüyünüz üçün. Çox sağ olun. Sağ olun, təşəkkür edirəm. Çox sağ olun.